İtlərin qulağını kəsənlər, Allahdan qorxun. Bu iti mənə veriblər hörsandan. 4 dənə it veriblər, 4'ün də bax vəziyyəti, bax, görün nə gündədir. İndi mən sizə qulağı kəsilən itlərim və qulağı kəsilməyən itlərim var. Mən heç vaxt it qulağı kəsməmişəm, günahdır. Ona görə də kəsənlərə tövsiyəm budur. Baxın, görün siz itin qulağını nə günə qoyursunuz. İndi yazacaqsınız ki, oradan bismillah, dərman vur, neynə. Baxın, görün, qana baxın, görün milçək bu itə nə zulum verir. Baxın, bax, görürsünüz necə yiyir onun qulağını. Yay, qış belədir. Bu günləri sentyabrda, noyabrın 1-idir. Baxın, görürsünüz nə günə qoyur milçək onun qulağını. Bütün yayı 6-7 ay belə olur bu itin qulaqları. Gedək mən digər itləri göstərirəm, hansı ki qulaqları kəsilib. Gənə də deyirəm, bunlar itləri mənə verilib 4-5 aylıq olanda. İndi bu itin yaş yarımdır. Mən keçən il yayda da, bu yayda da mən bu itin kəndiri uzundur. Gəlib iminini bura girir, milçəklərdən qurtarmaq üçün dərman da vururam, 1 gün, 2 gün xeyri yoxdur. Dərman da vursan açıq ranadır, qulağın zəhərləyib qanına keçə bilər. Deməyim odur ki, Allahdan qorxun, itin qulağını kəsməyin, heyvanlara dəyişiklik verməyin. Bizi yaradan Allah bizdən yaxşı hər şey bilir. İndi bahana gətirəsiniz ki, canavar nə bilim qulağına girir, tutur, nəmləyini. Ya Allahdan qorxun. Bakıda canavar var ki. Və yaxud da canavar hansı itin qulağını tutub, o it ona təslim olub. Əgər o it canavara gedəndirsə, yırtıcı heyvanla savaşacaqsa, o baxmayacaq onun qulağı əzəzlə. Bax, siz buna nə var, o it həyatında canavar görəcək, görməyəcək. Siz bütün həyat, o itin 12, 13, 14 ilin bu vəziyyətdə siz özünüzə yüklüyürsünüz. Cəza Allahdan qorxmayıb itin qulağını kəsirsiniz ki, bax budur. Bu vəziyyətə salırsınız itləri, bu vəziyyətə salırsınız. Allahdan qorxun, eləməyin, yazıqdır itlər. Mənim öz itlərim var, 2 dənə küçük götürmüşəm. İtlərimi doğub saxlamışam və verdiyim insanlara da deyirəm ki, mən halal eləmirəm kimsə mənim verdiyim itlərin qulağını kəssən. Halal eləmirəm. Əgər itlərin dəyişikliyi verirsinizsə məndən olan itləri, Allah cəzabınızı versin əgər qulağını kəsirsinizsə. İndi gedək mən kəsilməyən itlərin qulağını göstərim sizə. Görün itlər. Bu da qulağı kəsilməyən, həmən o indi göstərdiyim itin balasıdır. Baxın. Maşallah. Bu xoroşi. Baxın. Qulağı yerindədir. Gör nə gözəldir. Buna bax. Hə. Milçək yox, zad yox. İt rahatdır. Gör nə gözəldir. Hə. Uyuma. Ya gəlmişəm sənin üçün. Hə. Görürsünüz? İtə siz qulağını kəsməyinə itə zulm verirsiniz. Onun gözəlliyini itirsiniz. Ay Allah. Etməyin. Allahdan qorxun. İtləri qulağını kəsməyin. Təsəvvür elə nə qədər zalımlıqdır bu. Heyvanın qulağını kəsib o dəyişiklik vermək. Allahdan qorxmayın. Açıq aya var. Dəyişiklik verməyin Allahın yaratdığı heyvanlara. Allah Subhanahu taala qorxudur. Vay o kəssən halına ki, onlar mənim yaratdığımı dəyişiklik edirlər. Etməyin. Vallahi billahi mən itlərin çəkdiyi zulmü görürəm mən. Burada biri də var, anıyor. Tak, bir gün o göster. O da yazıq qaçıb kölgədə gizlənib. Adi bu daha. Diba buradadır. Bunu da mənə veriblər. Bu yazıq itin haçan baxırsan qulağını itlər yiyir. İndi bu yaşlıdır. Baxın. Yiyir qulaqlarını. Yazıq it ancaq qaçıb gizlənir. Hə, mən sənə dəymirəm, yaxşı. Etməyin, verməyin bu zulmü heyvanlara. Allahdan qorxun. Bax, bu da həmən itin ikinci dişi tayıdır, bala itin. Qulaqları yerində, hamısı var, görsən, nə milçək dəyir, nə milçək yaralaya bilir. Baxın, mənə bir dənə video gətirin ki, it tutub canavarın qulağından iti aparır. Bu nə bahanədir gətirirsiniz itlərə zulm vermək üçün, savaşdırmaq üçün, nə eləmək üçün, 50 dənə bahanə gətirirsiniz ki, şeydir, canavar nə eləyəcək. Bakıda canavar var, yoxsa bu nə bahan, bu nə şeydir bu? Allahu Ekber. Qorxun Allahdan. Yazıqdır. Verməyin zulm itlərə. Kəsin qulaqlarını. Heyvanların sevgisini qazanın. Nifrətin yox. Allahın da rəhmətin qazanın. Zulmun yox. Cəzasın yox.
Gəlmişəm, buradayam, qorxma, qorxma. Hə, buradayım. Ağırlı var. Yox, sən itlə sevgi ilə yanaşırsan. Sən onun qulağını kəsdiyin, o sənə sevgi ilə yox, nifrətlə yanaşacaq idi. Etməyin bunu, eləməyin. Bu belə yaradılıbsa buna nə dəyişiklik verirsiniz? Zulm edirsiniz sonra siz. Qan axır. Mən bunu çəkirəm, mən görürəm də, mən ata bilmirəm, eləyə bilmirəm də, almışam, götürmüşəm, veriblər, götürmüşəm, saxlayıram. Təsərrüfatıma görə. Amma mən o hər gün ki oradan keçəndə mən gördüm ki, onun qulağına yığışan milçəkləri. Baxıram çarəsizəm. Dərmandır deyəsiniz, get onu elə, bunu elə. Niyə kəsirsiniz? Kəsməyin də kişi. Pristav elə sənin qulağı tutub kəsirlər. Hə, sənə gözəllik verirlər. Hə, gələr. Siz bu ringə çıxanda nə bilim qulağından sənin Sapernikun tutub səni şey eləməsin, təslim eləməsin. Elə şey olar. Bu nədir bu? Nə absurddur bu? Etməyin də kişi, etməyin. Allahdan qorxun. Bu sizin gezi-tezi üçün qabağıca çıxardırım mı? Nə bilim, evlatlarınızla çıxardır, canınızla, ən yaxınlarınızla Allah sizi zalandırır. Necə 12-13 il it yaşayır, 12-13 il 11 aylığından tuvan qulağını kəsirsiniz. Ömür boyu zulüm zillət içində olursunuz. Verir sizə əzabı gədə özünüzə qoyulmursunuz. Kəsməyin də ki bu itin qulağını. Mən bazara bilmirəm, baxın, mən bir ildir mən keçirəm, onu keçirəm, yana mən itlərdə zulümü görürəm. Mən qələt elədim, sizdən bu itləri götürdüm. Mən axı ürəyim dözmür, ürəyim partlayır. Necə siz zalımsınız siz? Allahdan qorxun, etməyin. Allah xatirinə etməyin. Kəsməyin itin qulağını. Kəsməyin itin qulağını. Bu nə zulüm verirsiniz siz? Siz ona zulüm verirsiniz, yox, özünüzə zulüm edirsiniz.